Baxın, burada bir cümlə var. Bu cümlə ilə artıq biz uşaqlar, keçən dəfə sual cümləsi izah eləmişəm mən. Burada bir cümlə var. Və bu cümlə ilə siz artıq bu testin cavablarını tapmış olarsınız. Bunu əslində biz məhsul növdə keçmişdik yazıcılar. Sual cümləsində to be feilinə, feil hissəti, yəni köməkçi feilinə əsas feil necə verilə bilməz? Yanaşı verilə bilməz. Görürsünüz, burada və ilə decorated ayrılıb arasında nə girib? Mübtəda vəzifəsini gətirdiyimiz sözdür. Yəni düzdür. Siz də testlərdə bax, sual cümlənin ikinci dərəcəli üzvlərinə sual verməyə mövzusu var. Səhifə 45-dədir. Questions given to the subject and its attribute, questions given to secondary parts of sentences. Həm mübtədaya, həm də ki, cümlənin ikinci dərəcəli üzvlərinə sual vermək. Burada baxın, gəlin ən sadəsindən başlayaq da. Ən sadədən başlasaq, üçüncü suala baxın. 3-də will ilə bring, yəni köməkçi feillə əsas feil ayrılmalıdır. A variantında will bring yanaşıdır, səhv. B variantı doğrudur, hər kəs B-ni saxlayırıq. C variantında will ilə bring yanaşıdır. D-də heç köməkçi feilimiz yoxdur. Yəni burada auxiliary verbimiz yoxdur. Y bəndində də ki, will ilə bring gəlib axıra. Biz sual əvəzindən sonra köməkçi feili verməliyik. Gətirib axıra çıxarmalı deyirik onu. Düzdür? Y bəndi də ona görə səhvdir. Cavab olacaq B variantı. Sonra bax, 4-ə baxın. 4-də A variantı səhvdir. Does-la cause, yəni köməkçi feillə əsas feil yanaşıdır. B variantında burada nə səhvdir? Burada yox, burada causes eskabil edib. Feil eskabil edəndə nə yazmalıyıq qarşısında? Does yazmalıyıq da. Does yazmalıyıq, esi götürməlidir. Özündə cause'un esi düşməlidir. Burada tərsinə verib, onun səhvdir bu. C-də do does heç köməkçi feilimiz yoxdur. D variantında does yazıb, cause'un esini atıb və arasına da söz girib, bəli, düzdür. Y bəndində ki, does-la cause həm axırdadır, yanaşıdır. Həm də ki, does yazında cause'un esi düşməliydi. Düzdür? Deməli, cavabımız oldu nə? D variantı, bəli. Aralarında bir cümlə girməlidir yoxsa? Bəli, bir cümlə özü. Yəni, orada arasına girməlidir, mübtəda girməlidir də, bəli. Mən B-ni başa düşməliyəm. B-də do yazıb, does olmalıdır. Çünki feilimiz eskabil edib, cause eskabil edib, görürsən. Biz demişdik, verin də, zamanlarda keçdiyimiz xüsusiyyətlər var deyə. Did yazanda əsas feil qayıdır əvvəlki formasına. Cause eskabil edibsə məsələsi və ya da hər hansı bir əvvəl feilidir, eskabil edib. Does yazanda ərəbin axırında es düşməlidir. Burada isə həm sualı does-dan verməyib, həm də ki, cause-un axırında es qalmaqdadır. Niyə? Ona görə də B bəndini doğru cavab götürəlməliyik. Cavab olacaq burada D variantı. Sonra birini də deyim sizə uşaqlar. Məsələn, bax, 7-yə baxın, modal feillə bilib. Can-lə minimize ayrılmalıdır sualda. Elə A bəndi doğru gəlir. Saxlayaq, baxarıq yenə də. Əslində doğru deyil bu. Bilsiniz niyə doğru deyil uşaqlar? How-dan sonra birbaşa nə gəlməli idi? Birbaşa can gəlməli. Can-lə minimize ayrılsa da, arasında awareness girsə də, amma biz how-dan sonra birbaşa can-i görməliydik. Yəni, sual əvəzindən sonra birbaşa köməkçi feil görülməlidir. Burada yoxdur. B variantında yenə səhvdir. Can-lə minimize yanaşıdır. Bəli, C bəndi doğrudur cavabımızdır. Bax, C variantı. How can minimize awareness the distractions? Bəli, C variantı doğrudur. D variantında can awareness, can minimize awareness olmalıdır. Ya C bəndi doğru deyil. Deyil, bəli. Doğru cavabımız D'dir. C-də can-lə minimize yanaşıdır, bəli. D bəndi doğrudur. Y bəndində də ki, uşaqlar, səhv odur ki, yenə də how-dan sonra birbaşa modal feilimizi verməmişik. Can-lə nə yanaşı olmalıdır? Can-lə nə yanaşı? Can-lə feildir. Yəni, məsələn, deyirik, can go, can leave, can speak. Sualda o can speak, can-lə modal feilin əsas feil sualdan olmalıdır, ayrılmalıydı. Çevirməyin. Bir də birinci suala baxın, uşaqlar. Elə səhifə 45-də birinci suala baxın. Və orada A variantı doğrudur. İndi B-də nə səhvdir? Has-lə been yanaşıdır. C-də nə səhvdir? Did yazıb, slept-i slipə qaytarmıyor. Bəli, sual cümləsində did yazanda slept qayıtmalıdır slipə. Bəli. D variantında does yazıb, slipin esini atmayıb. Y-də də səhv odur ki, biz yazdansa məhsul növdən demişdik ki, was been, is been, are been, were been, belə variantlar yanlışdır. Çevirin səhifəni irəlidən baxın. Baxın test nömrəyə, məsələn, 25-ə baxın. 25-ci sual səhifə 47-də uşaqlar. Demək, burada A variantına baxırıq. A variantında səhv nədir uşaqlar? Varmı səhv görə, yoxdurmu? A variantında yox, səhv yoxdur. Doğru cavab elə A variantı deyəcəm niyə? Səbirli olun deyəcəm. B variantında did yazıb, draw-nu diriyə qaytarmayıb. Did yazında feil keçməlidir birinci formasına, düzdürmü?
C-də didlə dürü yanaşıdır, D-də də yanaşıdır, Y-də də həzlə drovun olmalı. Həm də həzdən sonra nə olmalıydı? Drovun, feli sifətçi olmalı. Yox, bin yox. Həzdən sonra biz feli necə verməliyik? Üçüncü formasında verməliyik. Bitmiş zaman necə düzəlir? Has plus participle to, düzdür? Has drovun olmalıdır. Həm yanaşı verilir, həm də ki drovun verilməyib, drov verilir. Düzdür? Ona cavab olacaq hələ burada A variantı. İndi A variantı niyə doğrudur uşaqlar? Gəlin baxaq lövhədə. Bax, keçən dəfə mən sizə izahləmişdim bunu. Yazıdadsa. Otdan sonra deyəcəm. Bir də bu qeydə baxın. Who və what ilə mübtədaya sual verərkən do does diddən istifadə olunmur. Bu zaman mübtədanın yerinə who və ya what yazılır və cümlənin qalan hissəsi olduğu kimi köçürülür. Sizdən əvvəlki qrupa bir nümunə yazmışam bura. Gəlin o nümunəyə baxaq. Bax, burada bir nümunəmiz var. Burada bir cümlə yazmışam, bax. Birincidə hiyə sual vermişəm. Hiyə sual verəndə nə yazırıq biz? Who'dan sonra who'nu qoyuram şəxsin yerinə, mübtədamızın yerinə, cümləni olduğu kimi köçürürəm gedir. Amma yes-ə deyə sual verəndə ki, cümləyə baxın, sual cümləsinə. Yes-ə deyə sual verəndə isə uşaqlar. When yazıram. Toldum hansı zamandadır told? Keçmişdədir. When did yazdım, cümləni köçürürəm gedir, bir dənə yes dedən başqa. Niyə burada did verdim, burada vermədim? Çünki mübtədaya sual verəndə, mübtədanın təyin eticisinə sual verəndə birbaşa sual əvəzini qoyuram, cümləni köçürürəm gedir. Do does it olmadı. Yəni köməkçi feil istifadə eləmədim. Amma feil və feildən sonrakılara sual verəndə isə mən köməkçi feili vermək məcburiyyətindəyəm. Bura baxın uşaqlar, deyirəm ki, bu kitab mənə məxsusdur. This book belongs to me. This-ə sual verirəm. Hansı kitab mənə məxsusdur? Which-i qoyuram, this-in yerinə cümləni köçürürəm gedir. Çünki mübtədanın təyin eticisinə sual verirəm. Bütün sual versən buna, nə mənə məxsusdur? What belongs to me. Yenə köməkçi feil vermərəm. Amma artıq mən belonga və yaxud da to me-yə sual verəm. Gəlin, mənə məxsusdur deyirəm. İndi gəlin buna sual verək. Who does this book belong? Belong to. Sözünü nə bitirirəm? Yazıları biz demişdik, sözünü bitən cümlədə bu olur orada. Aynı oldu. Bir fikir verirsinizmi? Yəni, feil və feildən sonrakilara sual verəndə mən köməkçi feili vermək məcburiyyətindəyəm. Amma mübtədanın təyin edicisindən sual verəndə isə bunu etməli deyiləm. Etsəm belə səhv olacaq. Aydındır. İndi bax, burada niyə bizim o sualımız doğru oldu A variantı 25-lər? Çünki what-la mübtədaya sual verir. Gəlin bir what-un yerinə bir cümlə üzvü yazıb deyək. Deyirəm ki, what drew your attention during the wildlife observation? Deyir ki, vəhşi təbiət müşahidəsinin ərzində mənim diqqətimi, sənin diqqətimi nə cəlb etdi? Mən deyirəm ki, the highest mountain, yəni what-un yerinə qoyuram, bir mübtəda qoyuram da. The highest mountain drew my attention during the wildlife observation. Deyir ki, ən hündür dağ vəhşi təbiəti müşahidə zamanı mənim diqqətimi cəlb etdi. İndi mən ən hündür dağın yerinə nə qoyuram cümləyə? What qoyub cümləni köçürərəm gedərdi, mübtədasını cümləni. Aydın oldu. Belə testlər var burada. Çevirin səhifəni irəlidən də baxaq. Otuza baxaq uşaqlar, 30-a. 30-da A variantı səhvdir. Did var, stol da var, yanaşıdır. Yəni səhvdir bu. B doğru gəlir hələ ki, saxlayaq. C bəndində doğru deyil. Çünki who-dan sonra feili sifətçi gəlir. Feili sifətçinin yanında nə olmalıdır? Have, has, had. Yəni feili sifətçi participle tünəyinə hansı zamandan işlənir? B doğru idi. Have, has, had-dən də. B doğru gəlir hələ işlənir. D-də nə səhvdir uşaqlar? D-də do ilə still yanaşıdır. Y-də də who did the handmade artwork still? Bəli, arasında handmade artwork əl işi olan rəsm əsərini kim oğurladı? Burada belə deyim də uşaqlar. Deyirəm ki, the robber, mübtədaya sual veririk də, bax, bir cümlə yazıram bura. Deyirəm ki, the robber, cümlənin mübtədanı yazıram. The robber stole. Necədir cümləmiz? Stole the handmade artwork. İndi burada biz robberə sual versə nə verərik? Who yazarıq, cümləni köçərə gedər. Düzdür? Who stole. Daha orada didə nə ehtiyac var? Düzdürmü?
Deməli, Y bəndi niyə səhv oldu? Did var. Çünki Y bəndində did var. Bizim didə ehtiyacımız yoxdur. Çünki biz nəyə sual vermişik? Mübtədaya sual vermişik. Mübtədaya sual verəndə bizim köməkçi fe'lə ehtiyacımız yoxdur. Aydın oldu. Deməli, cavab nə oldu burada? Cavab oldu B variantı. Sonra birini də izah edeyim sizə uşaqlar. 48-ə baxın, 48-ə. 48-də A variantında heç köməkçi fe'limiz yoxdur, səhvdir. B-də didlə sink yanaşı gəlib, səhvdir. C variantında did yazıb soğutu sinkə qaytarmır. Soğut hansı zamandır? Keçmişdir, sinkə qayıtmalıydı. D variantında düzdür və didlə sink ayrılıb da principal. Principal nədir? Müdürdür, müdür direktor. Bəli. Y bəndində ki, heç köməkçi fe'limiz yoxdur. What sort the principal of the performance? Principal cümlənin mübtədasıdır. Mübtədaya sual verməmişəm ki, mən köməkçi verməyim. Deməli, cavab olacaq burada D variantı. What did the principal think of the performance? İki, direktor çıxış haqqında nə düşündü? Belə. Sonra bir dənə də baxaq, 57-yə baxaq. 57-ni kim tapar? Bir dənə diqqətlə baxın. A variantında nə yoxdur? Köməkçi fe'limiz yoxdur, səhvdir. B variantı doğrudur, bəli. C-də have-lə look-ud ayrılmayıb. D-də are-lə looking ayrılmayıb. Y-də də yenə köməkçi fe'l yoxdur. Aydındır uşaqlar, bu qaydadır. Sonra 59-a da baxaq, son 59-dur. Çevirin səhifəni o tərəfdən baxaq, bir test var burada. 68-ci testi işləmək üçün biz hansı qaydaya müraciət edirik uşaqlar? Keçən dəfə keçdiyim bir qayda vardı, bax. Burada bir qeydimiz vardır. Necə? Bax, bu qaydaya bir daha baxın uşaqlar. When, what time, when və what time və how long ago-dan sonra həf əsəd olmaz, amma since, when və how long-dan sonrası biz verməliyik bunu. Düzdür. Şimdi gəlin burada 68-in birinci cümləsinə baxaq. Haslə been ayrılıb, how long-dan sonra has been verilir, doğrudur. Bir doğrudur. İki səhvdir. Has been yan yanaşıdır. Yan yanaşıdır. Bəli, yan yana vermə olmaz. Bu səhvdir. Doğrudur. 3 doğrudur, 4 də səhvdir, 5 də səhvdir. Deməli, cavab oldu 1, 3. Sonra 69 da eyni qaydada 70-ə baxaq. 70-li uşaqlar, who'dan sonra birbaşa isim verilir. Bəli, verilib və did-lə raise-da ayrılıb arasına tam mübtəda girib doğrudur. Bəli. 70-də birinci cümləmiz doğrudur. İkinci cümlədə səhv nədir? Did-lə raise, yəni yanaşıdır, həm də raise-in idisi düşməyib. Bəli. Üçüncü cümlədə köməkçi fe'l yoxdur. 4-dəki, bəli, düz doğrudur, bəli. 3-də bilsə necə doğru ola bilərdi uşaqlar? Raise-də versəydi salarydən sonra doğruydu. Amma mübtədanın təyin edicisidir də, ona görə burada 4 doğru götürür, 4-ü doğru götürür. 1 ilə 4 doğru cavabımızdır. Belə uşaqlar. Bu qədər. Xırda bir nəsə çıxsa, nəsə çətinliğiniz olsa, növbət dərsi inşallah onu da izah edərəm. Artıq demək olar ki, əsas bölmələri bitirmiş olduq sual cümlələri ilə.